İnsan bəndə olanda hətta dünyanı çox gözəl yaşayır. Bəndə olanda özgüvəndə olur. Bəndə olanda rahat olur. Bəndə olanda aram olur. Bəndə olanda çətinliklər onu qorxutmur. Bəndə olanda maddi sıxıntılar, dünyanın problemləri, xəstəliklər onu kədərləndirmir. Bəndə olanda bilir ki, mənim arxa dayağım var. Bəndə olanda təvəkkül məsələsi gündəmə gəlir. Bəndə olanda pənah aparacağı yer tapır. Bəndə olanda qorxu ondan uzaqlaşır. Nə dünyanın qorxusu, nə axirətin qorxusu, nə maddiyyat qorxusu, nə xəstəlik qorxusu. Bəndə insan üçün bunların heç birinin qorxusu yoxdur. Bəndə olanda özünü güclü hiss edir insan. Və bəndə olanda insan daimi pozitiv olur və sevincli olur. Çünki onun Rəbbi var. Bir gün Həzrəti Cəbrail Peyğəmbər sallallahu nazil oldu, dedi ki, Allah bütün dünyanın xəzinələrinin açarını sənə verir. Peyğəmbər dedi ki, mənə vacib eləyir onu götürməyimi, yoxsa öz ixtiyarımdadır? Dedi, öz ixtiyarımdadır. Peyğəmbər dedi, mən istəmirəm. Və sonra da dedi, niyə istəmirəm? Dedi ki, bu gün nəyim varsa maddi cəhətdə yeyirəm, Allaha şükür edirəm. Yəni demək istəyirdi ki, mən bu dünyaya yeyib içib, yəni varlı olmaq üçün, zəngin olmaq üçün gəlməmişəm ki, nəyim var, yeyirəm, içirəm. Birdən də olmasa, əlimi qaldırıb ondan istəyəcəm. Çox gözəl məntiqdir. Ni'məl əbd budur da. Birdən də olmasa, o mənim Rəbbimdir, o məni görür, eşidir, xəbərdardır məndən. Olmasa əlimi açacağam, istəyəcəm. Bax, bəndə daim pozitivdir, sevinclidir, arxayındır, rahatdır, özgüvəndədir.